Kriminal jurnalist Azərbaycanın tanınmış xəbər portalı olan Qafqazinfo.az saytının əməkdaşı Sail Ağasəlim yaxın günlərdə həbsxanalardan birində olub. O, həbsxanada Azərbaycanın məşhur şəxslərdən birlə qarşılaşdığını deyir və orada gördüklərini qələmə alır. Proqramımızda Sail Ağasəlimin dediklərini təqdim edirik. O deyir, bu günlərdə 11-ci kolonda cəza çəkən bir dostumu ziyarət eləməyə getmişdim. Orada təsadüfən qarşıma çıxan bir nəfər məni illər əvvələ meyxana meydanlarının qızğın çağlarına apardı. Keçmişə səyahət etdirən adam Rəşad Dağlı idi. Artıq 2 ildir ki, buranın sakinidir o da. Səbəbi də hamıya məlumdur. Meyxana aləminin tanınmış siması qonşusunu qətlə yetirdiyinə görə azadlıqdan məhrum edilmişdi. Ona nə az nə çox 9 il 6 ay həbs cəzası kəsilmişdi. Bir vaxtlar 40 yaşımda sənətdən gedəcəyəm deyən meyxanaçının həmin yaşda həbsdə ola biləcəyi bəlkə də heç ağlının ucundan da keçməmişdi. Tanımaq çətin idi. Üstündən cəmi 2 il yarım vaxt keçib, amma əvvəlki illərdə gördüyümüz Rəşaddan demək olar ki, əsər əlamət qalmayıb. Xeyli arıqlayıb, saçları daha da ağarıb. Susqun idi, ciddi idi, əvvəlkindən biraz daha çox. Şair, Allah qapını açsın, çox sağ olun, Allah köməyiniz olsun deyə cavab verir. Aramızda belə bir qısa diyaloq keçir. Yanına gələn var idi. Məhkumlarla söhbətdə öyrəndim ki, Rəşad Dağlı cəza çəkmə müəssisəsində idmana başlayıb. Çəki itirməsinin səbəbi də onların dediyinə görə budur. Deyirlər ki, çox adamla qaynayıb qarışmır. Əsasən kamerada olur, sakit və tək qalır. Söhbət əsnasında soruşdum ki, Rəşadın yanına həmkarlarından kimlər gəlib gedir? Və dedilər ki, ən çox gələnlər Orxan Lökbatanlı və Ruslan Müşfiqabaddır. Bir də Mehman Əhmədli. Bu an xatırlayıram ki, məhkəmə dövründə də adı çəkilənlər hər prosesdə iştirak edirdilər. Bəs Balaylı deyə maraqlandım. Öyrəndim ki, Balaylı ilə Pərviz Bülbülə əvvəllər daha çox gəlirlərmiş. Son vaxtlar isə çox da gözə dəymirlər. Ya da bəlkə də mənim həmsöhbət olduğum məhkum onu əvvəllər daha tez-tez görürmüş. Ona görə də o gördüklərini bizimlə bölüşürdü. Zonun divarları arasında təkcə şair Rəşad Dağlının adı hallanmır. Bura bir zamanlar kreslo sahibi olan məmurların da son dayanacağına çevrilib. Məsələn, bir vaxtlar tədbirlərdəki şeirləri sonradan maralları ilə də məşhur olan Şəmkirin sabiq icra başçısı Alim Paşa Məmmədov. Cəllabadın keçmiş rəhbəri Namiq Zeynalov da indi eyni dəmir qapıların arxasında günlərini sayırlar. Həyatın enişli, yoxuşlu yolları onları da bura gətirib. Təəssüf ki, keçmiş vəzifə sahiblərinin içəridəki həyatı ilə az da olsa maraqlanmağa zamanım yetmədi.